Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü günüdür. Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub. Ulu Öndərin xatirəsini ehtiramla yad edib. Sonra birinci xanım Mehriban Əliyeva ümummilli liderin xatirəsini dərin hörmətlə anıb. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Dövlət başçısı və birinci xanım Ulu Öndər Heydər Əliyevin ömürgün yoldaşı, görkəmli oftalmoloq alim akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramlarını ifadə edərək məzarı üzərinə gül dəstələri qoyublar. Mayın 9-da faşizm üzərində tarixi qələbədən 81 il ötür. Bu münasibətlə Azərbaycan Respublikasının prezidenti, Müzəffər Ali Başkomandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2 dəfə Sovet İttifaqı qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət ediblər. Dövlətimizin başçısı və birinci xanım Həzi Aslanovun abidəsinin önünə gül dəstələri qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsinə ehtiramlarını bildiriblər. Daxili İşlər Nazirliyinin şəxsi heyəti Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib. Önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla anıblar.